Mezarcıqda alırsan düşüncəm, bu cavanlara iş yaradımlar, yazıqdılar. Hamısı gən o qırağında bax, bir yer onda soğan satır. Onda şəhərdə gəlir, xırda çörək yığır. Beraber çörək tapırıq ya, biz de o izarıcıda neyinik? İşsizdə bu mənim vəzimdir. Allah, yalandan get orada işlə, burada işlə, çörək tapırıq ya. O izarıcıda bizə nə gətirir? Neyinirik o izarıcıda? Evə qonaq gələndə həmişə ev saat əvvəl evinə yetişər. Qonaq da ondan sonra gəlir bunun evinə. Bu bunun evin bəzidir, xiyavandan bəzidir, fazlaplan bəzidir. Keşkən onlara bax ki, nə vəzdədir. Aya, bundan 2018 olar. Cəmaatın fəqət başını Allah'dır. Təbliğ edirlər də, mənim dərdimə gəlsin, yetişdim var. Mən doyucu işlək bilmirəm ki, bazı şəhərlərin hüquqiyyəti ömürsüz. 20-sində verərdin, bugün 28-ci çəkini deyirlər yoxdur. 2018-də mən bilmirəm nə mənədir, bəli yaxçı pullar xərcləyirlər. Bir gün ki, xaricdən ki, gəlib burada şadlıq eləyə, hara geçsin bu? Bir yer işi vardır ki, bu aya, bu turist gəlir bura, bir şadlıq eləyə. Mən məsullardan istəyirəm ki, Təbrizə və Azərbaycana bu günlərimə Təbriz dəyərini versinlər. Məntəqəyə Furudqahda biz bir məntəqədəyik ki, hamımız burada sənətkarıq. Hətmən ayı şəhristanlardan, ya bir dənə ayı keşfədən biri gəlsə, maşını ilə gəlsə, bu məntəqədə bir dolansa, gəlsə bizim məntəqəmizə görər vaqəən elə bir təvəccüh olunmayıbdır bu məntəqələrə. 2018 indi təqribən olar bir 3-4 ay üstündən keçir. Hələ feylən heç zət görməmişik. 2018-in fəqət loqosunu görmüşük. O da hərdən yadımızdan çıxır nəzir olur. Yəni heç yerdə təbliğ olunmur. Əvvəlin yeri ki, Furudqahdan düşürsən Təbrizdə, əvvəlin məsələ ki, yetişirsən Meydanı Azərbaycandır. Meydanı Azərbaycanın vəziyyətini siz öz bizdən yaxşı görürsünüz. Mən bəzən özüm gedəndə orada itirirəm. Qalsın ki, hələ turist orada gəlsin, bilməsin hara gedir, haradan gəlir. Xahişəm fəqət 2018-də fəqət Təbrizə mövqul eləməyək ki, fəqət Təbriz üçündür. Azərbaycan şərqi düzvi Təbrizdəndir. Tamam dörbər şəhərlərimiz var, çox gözəldirlər, çox getməli şəhərdirlər, çox da gözəl asarları var, asar bastanlar var, tarixi yerlər var. Fəqət elə bunlar nə mənə loqo vururlar, təbliğat vururlar, Təbriz 2018-də. Yazaq Təbriz 2018-də Azərbaycan olsun. Ağa, mən ön Furudqahdan xaricəlimin demişdim, apardım şəhərçini. Buranın fəqət dəstəndazlarına bax edib başın olurdu, gülmə gəldi ki, siz elə təbliğ etsin 2018-də elə bu dəstəndazlarına. 10 ildir burada biz məşğul bekarıq, ranəndəyə taksiyıq. Biz indi də 10 ildə biz buradan bir dənə iskat, biz təyin olunmuyub bizə. Axşamazan burada doblə, seblə saxlanır, mütəəssibanə cərimət, yazırlar bizə, tabi hal bizim də sözümüzü heç kəs eşitməyibdir. Heydərabadın körpüdür, siz buyursunuz ki, məhsullar o adama ki, rəy lazım olar, onda gələr, rəyin ala gedər. Burada da abadlıqdan xəbər yox. İndi ala nə buranın sala çıxırlardır, buranın bir də məsələn, mehdaşlıdır, heç tadı yoxdur. İyisindən qulan evlərdə oturmaq olmur. Bu 2018-də şimdi neçə ildir bəhs başlanıbdır, diqqət eləsəz, bu məntəqə Vurudi Şimali Təbrizdədir. Görəsən, bu məntəqədə 2018-dən bir asar görülür. Bu məntəqənin əhli biri desin, ey tövbə, əslən, heysat bu məntəqədə 2018 babəsindən ki, asfalt çiyrisi ola, ləkə girisi ola, heysat yoxdur. O kələm pullar ki, neçə milyardlar ki, pul xərcləyib də gəlib və mütəbrizə eləyə bilərlər, bir dənə, iki dənə şəyxına vurarlar, beybilən ki, səvan durub burada. Bunlar hamısı bekarçılıqdan yürüşüblər də bura. Gedəyirlər iş üstünə, beybilən cəmaat burada olmayıb. Cəmaatın fəqət başını Allah'dır. Təbliğ edirlər də, mənim dərdimə gəlsin, yetişdim var. Cəmaatın fəqət başını Allah'dır. Cəmaatın fəqət başını Allah'dır.